Salam, əziz, dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Hər birinizi bu gözəl gündə salamlayıram. Allah razı olsun diləyirəm və artıq dərsimiz ruh və insan idi və bugün 4-cü dərsimizdə çox şükürlər olsun qarşınızdayıq. 4-cü dərsimizlə sizin qarşınızdayız. Keçən dərsimizin xülasəsi olaraq bildirmək istəyirəm ki, keçən dərsimizdə biz əsasən nəfsin mərhələləri və mənəvi təkamül haqqında danışmışdıq və nəfsin mərhələləri və mənəvi təkamül haqqında mən bunu qeyd edə bilərdim ki, yəni xülasə olaraq çox qısa danışmaq istəyirəm və təzə qoşulan dostlara da xüsusi vurğulamaq istəyirəm. İlk dəfə bizim bu videomuzu izləyənlər anket də var desən, playlist deyirlər də, oynatma listesi. Ora daxil olun, birbaşa bu 4-cü mövzudan izləməyə başlasanız, heç nə anlaya bilmərsiniz, dəyərli mənim dostlarım. Təzə izləyənlər ola bilər də, qabağına çıxan təzə izləyənlər. Ona görə sizdən xahişim odur ki, 1-ci dərsdən başlayın, izləyə gəlin, hər şey aydın olsun. Çünki sistemli şəkildə gedirik dərslərimizdə. Keçən dərsin xülasəsi olaraq, qısa olaraq bildirmək istəyirəm ki, biz dedik ki, qısaca olaraq demək istəyirəm ki, nəfsi tamamilə pisləmək, yəni belə, xeyr, o olmamalıdır, amma nəfsi tərbiyə edib düzgün yolda istiqamətləndirməkdir. Əsas olaraq. Tamamilə nəfsi pisləyib, ay sən belə, ay yox, nəfsiz də insan olmur. Yəni keçən dərsimizin xülasəsi qısa olaraq bu oldu ki, nəfsi düzgün istiqamətləndirmək, tərbiyə etmək və öz əlinin altına alıb özünə tabe etməkdir. Yəni insan nəfsə tabe olmayacaq, nəfs insana tabe olacaq və insan da nəfsi ilahi yolda doğru və düzgün şəkildə istiqamətləndirəcək və tərbiyə edəcək. Bunlar haqqında bizim dərsimizin, keçən dərsimizin xülasəsi olaraq bildirmək istəyirəm. Yaxşı, deməli, bugünkü dərsimizin mövzusu zəka, qəlb və hikmətin vəhdətidir. Baxın. Sual yarana bilər ki, niyə bu üçlük çox vacibdir və niyə bu üçlüyü təqdim etdiniz? Buna belə bir cavab vermək istəyirəm ki, niyə bu üçlük vacibdir? Çünki insan 3 əsas mənbədən qərar verir. Zəka, idrak, qəlb, his və hikmət, məna və ölçü. Yəni, insan daha çox bu üçündən də ibarətdir desək, daha da tam da yerinə düşmüş ola bilər, dəyərli insanlar. İlk öncə zəkaya deyək. Zəka məlumat verir, qəlb motivasiya yaradır, hikmət isə bunları doğru istiqamətə çevirir. Deməli, nə dedik? Zəka ilk öncə məlumatı aldıq, qəlb ilə motivasiya olduq, hikmət isə artıq doğru yolda addımlamağa başladıq. Başa düşdünüzmü? Yəni, artıq zəka bizə məlumat verdi, qəlb motivasiya yaratdı, hikmət vasitəsilə artıq biz qədəmlərimizi qoymağa başladıq. Yəni, belə deyək, addım atmağa başladıq. Dəyərli insanlar, bundan əvvəlki 3 dərsimiz sırf bu yolun niyə həyatımızın missiyasına çevrildiyini və niyə biz bu yolda olmağımız haqqında və necə olmağımız haqqında idi. Yəni, doğrudan da bu bizim həyatımızın missiyasıdır, özümüzə sual verməmiz falan. Yəni, hələ addım atmamışdıq, hələ yolu tanıyırdıq. Artıq bugünkü bu dərsimizdən ona görə nəyə görə dedim ki, birinci olaraq baxın. Artıq bu dərsdən etibarən, mən ümid edirəm 3 dərsə biz tanıdıqdan sonra, artıq bu dərsdən etibarən biz yavaş addım atmağa başlayacaq. Başa düşdünüz? Ona görə mən də bunu qeyd etmiş oldum. Yəni, bu üçü vəhdətdə olduqda insan həm düşünüb, həm hiss edib, həm də haqqı seçib addım atmağa başlayır.
Elə bil bu inanırsınız bunu mən çox oxudum. Yəni Allah da şükürlər olsun bunları bizə qismət eləyirik, sizə yazıb danışa bilirik. Deməli əslində bu 3 dərsin inanırsınız dəyərli dostlar. Bundan əvvəlki olan 3 dərsimizin xülasəsi əslində budur. Zəka, qəlb və hikmət. Zəka bizə məlumat verir, qəlb bizdə motivasiya yaradır, hikmət isə bunları doğru istiqamətə çevirib artıq addım atmağa başladır. Və dedik ki, yəni əks halda bu üçü həm vəhdətli olduqda insan həm düşünüb, həm də hiss edib, həm də haqqı seçə bilir. Əks halda ya soyuq hesabçı, ya yalnız duyğusal, ya da məntiqsiz bir insan olmuş olaraq. Deməli, ilk öncə mən qısa şəkildə bunlara, bu terminlərə cavab verəcəyəm. Birinci deməli zəka. İdrakin işığı. Zəka dünyanı analiz edir, səbəb nəticəni görür, modellər qurur. O, insanın problem həll etmə qabiliyyətidir. Məntiq, məlumat, strateji düşüncə və s. Amma zəka təkcə yetərli deyil, təkcə bununla da olmur. Əgər ona qəlbdən gələn mənəvi filtr qoşulmasa, o pragmatik, amma etikadan məhrum qərarlara gətirə bilər artıq insan. Başa düşürsünüzmü? Ola bilər ki, biraz belə deyək ki, çox elmi söz oldu. Deyirsiniz ki, bu nə danışır? Belə lori dildə belə deməyimiz lazımdırsa, zəka sual verir. Bu mümkündürmü? Qəlb isə sorğulayır, bu doğrudurmu? Elə bil biraz belə deyək, qafiyəli bir cümlə oldu. Zəka sual verir, bu mümkündürmü? Qəlb ilə soruşur, bu doğrudurmu? Biri, belə deyək ki, sualı verir, biri də analiz edir. Doğruluğunu yoxlayır. Yəni, insana zərəri, ziyanı varmı? Bunu yoxlayır. İndi aydın oldu mu hər şey? Başa düşdünüzmü ki, mən niyə dedim ki, təkcə zəka ilə də iş olmur. Qəlb gözü də olmalıdır insanda, qəlb. Başa düşürsünüzmü? Zəka ilə insan analiz eləyə bilər, səbəb nəticəyi qura bilər, problemlər həll edə bilər, modellər qura bilər, amma pragmatik, o pragmatik amma etikadan məhrum qərarlara da gətirə bilər. Yəni, qəlb gözü olmasa, insan sorğulamadan hər şey mümkündürsə bunu eləyəcək. Mümkündür də sorğulamadan içi artıq insan həyata qararar, məqsəd olmaz. Ona görə qəlb burada sənin yoluna ışıq tutaraq bunun doğru bir qərar olduğunu, qəlb qərar verir, qərarı da zəka üzr istəyirəm, qərarı verir, qərarı da sorğulayan qəlb olduğu üçün artıq o sənin sanki bir yoluna məşalə, bir işıq tutmuş olur. Başa düşürsünüzmü? Baxın, bunları bilməyiniz çox önəmlidir. Deməli, ikinci olaraq isə deyim ki, qəlb hissin və dəyərin mərkəzi. Deməli, qəlb insanı insan edən duyğu və dəyər mənbəyidir. Mərhəmət, sevgi, vicdan və s. bunlar hamısı qəlbin daxilindədir. Qəlb zəkanın soyuq hesabını insanlığa çevirir. O bizə bu iş kimə xeyir verir sualını xatırladır. Lakin qəlb tək başına da yanıltıcı ola bilər. Vay vay. İndi burada sual yaranar ki, bəs zəkadan qəlbə, qəlbdə də problem yaranırsa nə olacaq bəs? Xeyr. Arxasına qulaq asın. Dedik ki, lakin qəlb tək başına da yanıltıcı ola bilər. Çünki duyğu korluğu, fanatizm və ya irrasionallıq doğura bilər bu. Fanatizm yarana bilər. Rasional qərarları, yəni qərarları ara bilmərsən. Səndə artıq irrasionallıq ayıra bilər. Yəni, fanatizm nətər ki, insanın gözü görmür, artıq gözün də görməyə bilər. Çünki qəlbinin daxilinə alıb sən həmən o şeyi, qəlbinin daxilinə alsan, onu çox sevsən, artıq sənin, belə deyək, içində ona qarşı heç bir nifrət yarana bilməz. Ona görə, nəyə görə deyirlər, kitablarda da oxumuşam, deyirlər ki, Peyğəmbərimiz də buyurub, çalışın ki, pis adamların sizə yaxşılıq etməsinə imkan verməyin buyurulur. Niyə verməyin?
Çünki səbəb var. Çünki həmən insana qarşı sənin qəlbində böyük bir sevgi yarana bilər ki, yaranar. Çünki insan və həmən o şəxs də sənin bu sevgindən sui-istifadə edə bilər. İrrasional. Başa düşdünüz? Bu var. Ona görə qəlb və zəka qarşıdakı rollarını dərk edib bir-birini tamamlamalıdır. Qəlbin, zəkanın gücü çatmadığı yerdə qəlbin isə məntiq əsaslarla təsdiqləməli olduğu yerlərdə isə zəka devrəyə girməlidir. Üçüncüsü isə hikmət, vəhdətin yönü və ölçüsü. Yəni hikmət, zəka ilə ümid edirəm hər şey aydın oldur. Bu dərsimiz 1-2-3 dərs belə gedəcək. İndi ola bilər ki, əziz dostlar, deyə bilərsiniz ki, niyə tez-tez danışırsan belə? Siz qeyd edin hər şeyi, oturub düşünməyə çalışın, çox danışacağıq. Yaxşı, deməli, bir digər hikmət, vəhdətin yönü və ölçüsü. Hikmət isə zəka ilə qəlbin harmoniyasından doğan nəticədir. Əsl o veliləri, alimləri, böyük şəxsiyyətləri də şəxsiyyət edən budur. Bu dərs əslində çox önəmli bir dərsdir. Hikmət zəka ilə qəlbin harmoniyasından doğan bir nəticədir. O bilik və hissi tarazlaşdıran, doğru vaxtda doğru işi görmək bacarığıdır. Pronesis. Mənim bu əxlaq dərsləri bir 11 çıxışlıq 11 dərsə bölmüşdüm. Baxa bilərsiniz, var playlistlərdə də əxlaq dərslərində pronesis buna bir belə deyək danışmışam bu haqda. Yəni hikmət insanı nə etməkdən daha çox niyə etmək sualına aparır. Zəka məlumatı aldı. Qəlb də məlumatı daxil edib sevdi, artıq hikmət gəlir. Hikmətə sən başvurmasan, sənin fanatizmə, bir fanata çevriləcəksən. Və o fanatizmdə səndə irrasionallıq yarada bilər və məntiq çərçivəsindən kənarda düşünüb qərar verə bilərsən. Bu da sənin üçün bir fəlakətə çevrilə bilər. Ona görə bu üçünün yanına bir dənə də hikməti əlavə edərək nə etmək sualından daha çox niyə etməliyəm suallarına artıq hikmət cavab verəcəkdir. Başa düşürsünüz? Hikmət olmadan bilik yalnız güc, hiss isə yalnız dalğa kimi qalır. İkisi birləşəndə isə doğruluq doğulur. Başa düşürsünüz, dəyərli insanlar. Praktik və vəhdət isə gündəlik tətbiqlər. Son olaraq da, deməli biz xülasə olaraq nə dedik? Dedik ki, zəka lazımdır, qəlb lazımdır, hikmət lazımdır. Zəka məlumatı görür, qəlb sorğulayır. Amma hikmət də niyə etməliyəm kimi suallara cavab verir, biz dedik. Gündəlik tətbiq, bilirsiniz, hər dərsin sonunda mən gündəlik etməli, sanki bir, həmişə də sevinirəm özüm də, sanki o tələbə müəllim arasında doğru ev tapşırığı verir gələn dərsə. Mən də o sistemdə eləyirəm, ev tapşırığı kimi siz bunu indi acizanə, ona görə mən də bunu buna uyğunlaşdırmışam. Gündəlik tətbiqlərimiz etməli olduqlarımız gələn dərsə qədər. Vəhdəti qüvvətləndirmək, vəhdət yəni hikmət vəhdətdə budur. Vəhdəti qüvvətləndirmək üçün gündəlik sadə tətbiqlər var. 5 dənədir bu. 1. Sual üçlüyü. Hər qərardan əvvəl özündən soruş. Nədir bu? Bu mümkündürmü? Bu sualı zəka verir. Bu ürəyimə uyğundurmu? Qəlb sorğuluyur. Bu doğru və faydalıdırmı? Hikmət peçatlayır. Doğru dildə desək. Bu 3 sualı. Bu mümkündürmü? Zəkanın işidir. Hər belə vacib, hər şeydə. Bu ürəyimə uyğundurmu? Qəlb, bu doğru və faydalıdırmı? Axırdakı imzayı atan da hikmətdir. İkincisi, sükutlu analiz əhəmiyyətli qərarlarda əvvəlcə 10 dəqiqə sükut, sonra zehinlə analiz edib, sükut qəlbin səsini eşitdirir. Bu da budur. Yenə də 10 dəqiqə düşünüb, zəka ilə mümkünlüyünü yoxlayıb, daha sonra qəlblə uyğunluğunu yoxlayıb, axırda hikmətlə bu zərərli və faydalı olduğunu qararlaşdırıb, axırda biz imzamızı atacağıq bu.
Üçüncüsü hekayə yoxlanılması. Bu deyə bilərsiniz ki, nədir bu? Bir seçimi hekayə şəklində bir il sonra təsəvvür et. Hansı variant insanlıq və əxlaq baxımından yaxşı görünür? Sanki bir roman kimi oxu. Ona görə nəyə görə deyirlər? Bu mənə də aiddir. Biraz mən çox roman oxuyuram. Təbii ki, romanlara da müraciət edirəm, amma daha çox bu fəlsəfik, yəni bu mövzulardan biraz aşağıda qalır. Bunları da bilməliyik. Yəni bu nə deməkdir? Bir il sonra özünü harda təsəvvür edirsən? Sənin bu çalışmaların, bugünkü bu səylərin bir il sonra səni istədiyin hədəfə çatmaq üçün yetərlidirmi? Və yaxud yetərli deyil, biraz da mı çalışmalısan və yaxud da çox mu çalışırsan, biraz da mı azaltmalısan kimi insan belə planlar da qurmalıdır. Dördüncüsü, empatiya eksperimentləri, empatiya. Boş. Yəni bu da nə deməkdir? Hər qərarda ən azı bir münasibət subyektinin yerinə özünü qoy. Yəni başqasının yerinə belə deyək, münasibət yerinə özünü qoy. Qəlbin genişləməsi də hikməti aktivləşdirir dedik. Yəni hər qərarda ən azı bir münasibət subyektinin yerinə özünü qoy və qəlbin genişlənməsi hikməti aktivləşdirir. Beşincisi isə günlük refleksiya. Hər axşam 5 dəqiqə. Bugün zəka ilə qəlb arasında ziddiyyət oldu mu? Oldusa necə həll etdim? Olmadısa özümü artıq ödülləndirməliyəm. Bunun kimi. Ümid edirəm bu bizim gələn dərsimizə qədər mən də içində daxil olmaqla etməli olduğumuz əsas lazımi şeylərdir və yekun düşüncə olaraq demək istəyirəm ki, dəyərli insanlar, zəka, qəlb və hikmətdən yalnız biri ilə yaşamaq mümkün olsa da, insanın kamilliyi bunların vəhdətindədir. Yəni bunları üçünü eyni zamanda istifadə etməklə biz ancaq belə kamillik dərəcəsinə gələ bilərik. Zəka bizi düşünməyə, qəlb hiss etməyə, hikmət isə bunları doğru həyat yoluna çevirməyə çağırır. Sənin məqsədin yalnız bilikli deyil, həm də mərhəmətli və hikmətli olmaqdır. Çünki əsl insanlıq düşünən, ürək və ölçülü əməl üçlüyündə gözəlləşir. Sonda da hər dərsimizdə olduğumuz kimi belə bir sualla sizi, belə bir sual deyirəm və daha sonra bu dediklərimi düşünməklə, təfəkkür etməklə sizdən ayrılıram. Nə dedik? Zəkanla düşün, qəlblə hiss et, hikmətlə yaşa. Bəli. Ümid edirəm bura qədər hər şey aydın olmuşdur, dəyərli, hörmətli insanlar. Sizlərə minnətdarlığımı bildirirəm. Ümid edirəm, mənim arzum odur ki, sizlərə bir şey verə bilim. Mehmet hocamın bir sözü var, həmişə o buyurur ki, bir nəfərə belə həyatında yaxşı yöndə, həyatının dəyişməsinə səbəbkar olursansa, bu çox böyük bir şeydir. Ona görə ümid edirəm, bir nəfərin belə heç olmasa oturub bir 5 dəqiqə bu mövzular ətrafında təfəkkür edib, düşünüb bir nəticə ala bilməsini, türklər demişkən, salıyoruqsa, nə xoşbəxt bizə. İnşallah gələn 5-ci dərsimizdə görüşənə qədər diləyirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.